Salam hörmətli dostlar, hər birinizi xoş gördük. Keçən dərsimizdə biz deməli xətti reqressiya modelinin B koeffisientlərinin, beta OLS qiymətlərinin necə əldə etmək lazım olduğunu öyrənmişdik biz. Və beta koeffisientin tapılması üsuluna qısa yolunu, həmçinin də geniş yolunu mən orada izah etdim. Xüsusən yəni ən kiçik kvadratlar usulu ilə törəməni əldə etməklə və sistem təlliyi həll etməklə necə əldə etmək lazımdır. Həmçinin də digər bir usul hansı ki deməli burada göstərildiyi kimi, yəni mən burada indi birdən göstərəcəm. Burada göstərildiyi kimi sadəcə yəni beta koeffisient bərabərdir. Yəni kovariasiya x, y, y ilə x arasında kovariasiya bölünsün variasiya x. Okay? Bu formada yəni bilirdik biz bunu. Buradan yəni B1-in qiymətini tapırıq, sonra B0 qiymətini yerinə qoyub digərini tapıb həll edirik. Lakin bundan başqa bizim belə deyək də matrislər usulu ilə həll etmə usulumuz var. İndi mən onun haqqında məlumat verəcəm. O usul çox universal usuldur və bütün deməli xətti reqressiya, çox ölçülü reqressiya modelləri üçün fərq etmir, keçərlidir. Deməli biz yenidən bir dəfə də modeli yazası olsa, y bərabərdir beta 0 üstə gəlsin beta 1 vurulsun x üstə gəlsin error törüm. Yəni bu hissəni götürsək, bunlar idi əlbəttə ki, i sayda x, i sayda r, x sayda da budur. Və biz dedik ki, bizim y deməli dəyişənimiz bir vektordur. Yəni y1, y2 bu formada bir vektor əmələ gətirir. Bu formada bir vektor əmələ gətirir. Bu bərabərdir. Bu beta koeffisiyenti yoxdurmu? Yəni beta koeffisiyenti özü, yəni belə deyək də bir ədəd olduğu üçün bunu bir vektora çevirmək üçün bir vektoruna vururuq. Bu formada bir vektoru alınır bizdə. Bu formada bir vektoru alınır. Və üstə gəlsin bu komponent, üstə gəlsin beta 1 vurulsun x vektoru, x1, x2, yəni bu formada və üstə gəlsin error hissədəki, yəni bizdə burada error 1, error 2 bu formada bu errorları biz burada qeyd edirik. Əlbəttə ki, yəni bunun vektoral bazda göstərəndə, yəni daha sonra fəzada göstərməyə çalışdım. Mən bunu indi bir formada göstərməyə çalışacağam. Tamam mı? Bu formada göstərməyə çalışacağam. Deməli, bu y-dirsə, bu x-dirsə, yəni əgər biz deyiriksə ki, hər hansı bir, yəni y-in hər hansı bir qiyməti var, bu y-in orta qiymətidir. Gəlin bunu mən bir sarı xətlə buradan çəkirəmsə, y-in orta qiymətidirsə və bu bizim proqnoz xəttimizdirsə, bu formada gedirsə, proqnoz xəttimiz varsa, deməli bizim total variasiya nədir? Y-dən y ortaya qədər olan məsafədir. Yəni buradan bura qədər olan məsafədir. Bu total variasiya, yəni y-in özünün ətrafında dəyişən variasiyadır. Bunun izah olunan hissəsi, yəni bura qədər olan nöqtə, buradakı nöqtə bizdə y-cap. Yəni bizim y-in deməli proqnoz qiyməti. Proqnoz qiyməti nə deməkdir? Y proqnoz çıxılsın y ortadan. Buradan bura qədər olması. Bir də bizim bilmədiyimiz hissə var, error hissəsi var. Yəni bizim proqnozlaşdıra bilmədiyimiz hissə var. Bunların tamı-tamına hamısı birlikdə nəyə əmələ gətirir bizim üçün? Deməli, total variasiya əmələ gətirir. Və əlbəttə ki, buradakı nöqtə, bu beta koeffisiyenti, bizdə beta 0 koeffisiyent, intersept nöqtəsi niyə 1-ə vururuq? Bunu bir vektor halına gətirməyə çalışırıq. Yəni, x-in 0 qiymətinə beta 0 qiyməti hansı qiymətlər ala bilər? Yəni, qiymətlər çoxluğu, onun ən optimal nöqtəsi budur. Demək, bu hissədən, deməli, bu vektor hissəsindən bizə məlum olan hissə hansıdır? X-lərdir. Gəlin, mən bunu burada qeyd etməyə çalışıram. X-lər, yəni x1, x2, bu formada, yəni x-lər var bizim. Və həmçində bizə nə var? 1 vektorları var. 1 vektorlar nəyə görədir? Bu beta koeffisiyentə görədir. Bəzən modellərdə götürülür ki, yəni intersept olunur, yalnız x-i götürürlər, o da ola bilir. Və bu bizim nəyimizdir? Bir matrisimizdir. Müəyyən bir A matrisi, ki, x matrisimizdir bizim bu. Və bunu biz nəyə vururuq? Bunu vururuq bir beta koeffisiyentə, beta 0 və beta 1 koeffisiyentlərinə. Beta 0, yəni beta 1, yəni əgər çox ölçülüdürsə çox ola bilərdi, əlbəttə ki, burada. Bu vektor olur. Bizim aldığımız nəticə nə olacaq bizdə? Y, deməli, y1, y2 vektorumuz alınır. Okay? Əgər bunu sadələşdirəsi olsaq, nə olacaq? Yəni bizim beta deməli, vektoru
beta vektor hər hansı bir beta vektorunu vururuq nəyə? X matrisinə, alırıq nə? Y alırıq bu formada. Buradakı beta koefisientləri tapmaq üçün, yəni bu beta koefisientlərin hamısını tapmaq üçün, i sayda beta koefisientləri tapmaq üçün nə etməliyik? Universal deməli, usul ondan ibarətdir ki, x-in transpozunu tapırıq. Yəni transpoz siz bunu deməli xətti cəbr kursundan bilirsiniz bu kurs şeyi. Deməli bu düsturu. Vururuq bunu x-in özünə. Sonra bunu bağlayırıq. Bunun tərs matrisini tapırıq. Yəni bu ikisini hasilləyəndən sonra bunun tərs matrisini tapırıq. Sonra vururuq bunu x-in transpozuna təzədən və sonra da bunu vururuq y vektoruna. Bu usul universal usuldur və bütün beta koefisientlərin tapılmasını bunun yolundan həyata keçiririk biz. Əlbəttə ki, mən bir misalda bunu göstərməyə çalışacağam ki, necə edirik biz bunu. Yəni datamızın üzərinə etməyə çalışacağıq. Və bu usul bizdə, yəni diqqətinizə saxlayın ki, bu usul bizdə nə adlanır? Universal usul adlanır. Yəni beta koefisientlərin tapılması üçün universal usul adlanır. Okay. İndi isə mən çalışacağam ki, sizə deməli bir data üzərindən bunu göstərməyə çalışım. Təsəvvür edin ki, siz bir deməli real estate agent, belə deyək də, daşınmaz əmlak üzrə bir realtorsınuz və siz müəyyən ərazi üzrə evlərin qiymətini proqnozlaşdırmaq istəyirsiniz. Belə bir proqnoz modeli yaratmaq istəyirsiniz. Və sizin əlinizdə 10 ev var. 10 evin qiyməti var. Qiyməti və onun kvadratı var. Yəni burada asılı dəyişən kimi sizdə nə çıxış edir? Yəni dependent variable kimi, yəni evin qiyməti çıxış edir və ki burada o 1000 dollarlarla ölçülür. Yəni məsələn 245 isə demək 245.000 sayılır. Independent variable kimi isə x kimi isə bizdə nə çıxış edir? Yəni evin kvadratı. Bu Amerika evləri olduğu üçün, Amerika bazarından bir misal gətirildiyi üçün buradakı evlər nə ilə ölçülür? Kvadrat futlarla ölçülür. Belə, bu data bizdə nə formadadır? Yəni belə bir formada bizim datamız var. Bu datanı indi biz götürüb, yəni Excel-də modelləşdirməyə çalışacağıq. Yəni Excel-də bunu yaratmağa çalışacağıq biz. Bir Excel deməli formasında yaratmağa çalışacağıq. Gəlin mən buradan datanı əldə edim. Yəni buradan götürüm datanın hamısını əldə edim. Götürək. Bir Excel cədvəl açıram. Açılsın yeni Excel cədvəl. Burada Excel cədvəl açmağa çalışacağım. Bəli. Və burada həmin datanı bura yəni əlavə etməyə çalışacağam. Əlbəttə ki, burada x və y yəni bəllidir. Mən bu hissələri pozuram. Delete. Demək, bizdə evin qiymətləri var, evin kvadraturası var. Yəni bizdə evin qiyməti bizdə deməli y dəyişənidir. Evin kvadratı isə bizdə nə sayılır? X dəyişəni sayılır. Bu formada. Yəni bunu bir cədvəl halına da sala bilərik biz. Biz birinci nə usuluna gedəcəyik? Yəni hazırki başa düşdüyümüz format, yəni belə deyək də, beta koefisientləri necə alırdıq biz? İlk əvvəl bizə lazımdır nəyi tapaq? Bu dataların riyazi gözləməsini tapaq. Yəni 1000. Yəni riyazi gözləmələrini tapaq. Yəni bunu belə bu formada götürsək, kopya versək, bura atsaq. Okay. Deməli, evin kvadratları üçün riyazi gözləməsini tapırıq. Həmçinin evin qiymətləri üçün riyazi gözləməsini tapırıq. Bunu götürək, bura qoyaq. Okay, belə. Evin riyazi gözləməsini tapsaq, deməli, bərabərdir. Average, yəni belə bir funksiya var bizdə. Onu götürüb, yəni qeyd edirik. Evin kvadratlarının ortada göstərisi və evin nəyini tapırıq? Qiymətlərinin ortalamasını, bir də kvadratlarının ortalamasını tapdıq. Və həmçinin də biz nəyi tapmalıyıq? Çünki bizdə bir düstur var, yəni bildiyimiz kimi. O düstur necə idi? Yəni deməli B0 funksiyası vardı bizdə. Yəni y orta çıxılsın beta 1 vurulsun x orta. Yəni bu bizim B0 qiymətinin tapılması. Bir də B1 qiymətinin tapılması idi. Hansı ki mən burada göstərmişdim. Yəni mən geriyə qaytarsam bura. Baxın, geriyə qaytarsam necədir bu qiymətin? Yəni x, y-in cəmi çıxılsın, m vurulsun x-in və y-in elə bir ki hasili. Bu funksiyanı, bir də bu funksiyanı tətbiq etməklə, yəni yuxarıdakı və aşağıdakı funksiyanı tətbiq etməklə bu yazılması necə olacaq? B1 bərabərdir.
deməli, bu formada götürsək, dəqiqə, düz xətt çəkmək məsələsi var. Cəm işarəsi x vurulsun y-in cəmi çıxılsın n vurulsun x orta vurulsun y orta. Bölünsün nəyə? Yəni cəm işarəsi x kvadratların cəmi çıxılsın n vurulsun x ortanın kvadratına bu formada. Yəni fərqli formada da yazmaq olur. Mən bu formada yəni qeyd etdim. Okay. İndi gəlin bu düstura əməl etməklə bunu tapmağa çalışırıq. Demək, beta 1 koeffisiyenti üçün bizim yəni y orta bəllidir. Baxın burada. X orta bəllidir. Amma B1 qiyməti bəlli deyil. Bunun üçün nəyi tapmalıyıq? Bu B1 qiyməti üçün bu hissəni, yəni kəsirin sürətini tapmalıyıq. Kəsirin sürətini tapmaq üçün x ilə y-in hasilini, yəni burada şərti olaraq x və y yazıram. Yəni bizdə x bizdə əlbəttə ki evin kvadratıdır, y-in qiyməti isə evin yəni qiymətləridir. Bunları hasilləsək, yəni bunu hasilləyirəm bundan, yəni burada necə verilibsə bu formada hasilləyirəm və bunları bu formada nə edirəm? Cəmləyirəm. Bu cəm işarəsi bərabərdir sum. Okay, belə cəmləməyə çalışıram. Bu hissəni mən tapdım. Və burada sonra bizdən nə istəyir? Deyir ki, x kvadratının, baxın, x kvadratının cəmini istəyir. Bir də x kvadratlarının cəmini tapmağa çalışaq. Bərabərdir. X kvadratı, x budur. Onun kvadratını tapırıq. Cəmini tapmağa çalışırıq. Formada. Bunu da cəmini tapdıq. Okay. Geri qalan hissələr artıq bəllidir. Yəni n say bəllidir. Ancaq n say nədir? Count belə deyək də. Bunu yəni neçə number belə götürək də. Yəni nə qədər yəni bizim datamız var. Okay. Datamızın sayıdır. Bərabərdir count versə, əlbəttə ki 10 dənədir. Sadəcə mən burada datanın sayını göstərirəm ki 10 ədəddir. Okay. B1 koeffisiyenti tapmaq bizim üçün nə oldu? Asan oldu. Okay. B1 koeffisiyenti nəyə bərabərdir? Demək, bərabərdir. Cəm işarəsi, bax bu x, y-in cəmi bizdə hansıdır? X, y-in cəmi budur. Çıxılsın, n vurulsun, yəni n nədir? Bax budur, vurulsun nəyə? X-in ortası, okay, x-in ortası, üzrün x-in ortası vurulsun y-in ortasına. Tamam, bu bizdən istənir. Düz biraz burada mən mötərizələrin sayını artırmağa çalışacağım ki, yəni biraz normal formada yəni görünsün. Deməli, bölünür artıq bu hissəyə. Bu hissədə nəyə bərabərdir? X kvadratlarının cəmi, okay, çıxılsın, n sayda data vurulsun x ortalarına. X ortalarının kvadratına. X ortalarının kvadratı üçün də x orta hansıydı? X orta bizə budur. Bunun kvadratı isə bu formada ölçülür. Tamam, belə bağlandı. Okay. Yes, qiyməti biz beta 1 koeffisiyentin qiymətini tapdıq. İndi B0 qiymətinin koeffisiyentini tapaq. B0 qiymətinin koeffisiyentini tapmaq üçün y orta nə idi bizdə? Y orta y budur. Y orta budur. Bərabərdir. Y orta çıxılsın. B1 hansı tapmışıq B1-i? Vurulsun. Nəyə? X ortaya. X ortaya. Okay. Yəni B1 və B0 və B1 koeffisiyentinin qiymətlərini biz bu üsulla tapmış olduq. Yəni onda bizim funksiyamız necə olacaq? Bizim deməli regresiya, yəni funksiyamız necə olacaq? Bu formada, yəni y deməli cap, bizim proqnoz y-imiz bərabərdir. 98 tam 248 üstə gəlsin. Çünki müsbətdir. 0 tam 109 vurulsun, 109, 7 bu formada vurma olar, vurulsun x-ə. Yəni evin qiymətlərinə ki, doğrusu evin kvadratına, square fit, okay, square fit bu formada eləyək də, square fit bu formada, yəni bizim yəni funksiyamız bu formada olacaq, bu belə. Bu bizim artıq proqnoz funksiyamız. Əgər bizə desələr ki, yəni hər hansı bir ev var, kvadratın nəsil ki, məsələn 1800-dür. 1800 kvadratdır. Bu 1800 kvadratı bura qoymaqla tapmaq olar mı qiymətini? Əlbəttə tapmaq olar. Gəlin mən buradan kalkulyator əldə etməyə çalışım. Okay. Demək, bizdə burada necə gedir? Deməli, 98 tam 248 dəqiqə. Burada daha scientific verək. Scientific kalkulyator. 98.248 vurulsun. Daha sonra üstə gəlsin. 0 tam 109.76 vurulsun. Nə qədərdir? 1800 kvadrat.
Üzr istəyirəm, belə 1800 kvadrat. Okay. Evin qiyməti nə qədər olacaq? 295.816 dollar. Yəni proqnoz qiyməti bu formada olacaq. Yəni bu funksiyanı istifadə etməklə. İndi mən bu hissəni pozuram. Bayaq göstərdiyimiz bir usul vardı bizim beta koeffisiyentlərinin tapılma usulu. Okay. Beta koeffisiyentlərin tapılma usulunu biz necə öyrənmişdik? Yəni biz dedik ki, deməli y-in, yəni burada bir də funksiya yazıram. Beta y-in koeffisiyentləri yazıram. Beta koeffisiyentlər bərabərdir nəyə? X-in transpozu vurulsun x-in özünə. Bunun tərs matrisi tapılır, vurulur x-in transpozuna. Bu da vurulur y-ə. Bu koeffisiyentlər tapılır. Gəlin bu usulla getməyə çalışaq, dostlar. Buradan pozuldu bu. Okay. Bir dəfə də yazaq. Beta i bərabərdir x-in transpozu vurulsun x-in özünə. Bunun tərs matrisi tapılır, vurulur x-in transpozuna. Bu da vurulur y-ə. Üzr istəyirəm, x-in transpozu. Bu da vurulur y-ə. Okay. Bu formada. Okay. Biz dedik ki, bizim deməli beta koeffisiyentinə görə bir də nəyimiz olmalıdır bizim insert verən bu formada? Bizim də identity matrisi, yəni identity daha doğrusu vektor. Identity vektor nə idi? Yəni vahid vektor. Vahid vektor nələrdən ibarətdir? Birlərdən ibarət olan vektordur. Okay. Biz nəyi tapmalıyıq? Birinci bu hissəni tapmalıyıq. X transpozunu tapmalıyıq. Gəlin x-in transpozunu tapaq. Deməli, x-in transpozunu tapmaq üçün biz nə edirik? Burada əgər baxın yuxarıda görürsünüz sağ tərəfdə, yəni biz ölçüyə baxanda görünür burada belə verəndə, yəni bu hissədə görünür baxsanız. 10-un 2-yə doğrudur, yəni 10 sətir və 2 sütundur. Biz eləməliyik 2 sətir 10 sütundan ibarət olan bir ərazi götürməliyik. Götürəndən sonra burada nə edirik? Bərabər də edirik. Transpose yazanda burada funksiya gəlir, transpose seçirik. Bizim bu array seçirik bu hissəni. Seçəndən sonra Ctrl Shift Enter'i basanda bu transpozu tapılır. Yəni bir hissəsini tapdıq. Sonra nə edirik bunu? X transpozu x-in özünə vururuq. Yəni bu vektorlar usulundan da bildiyiniz ki, daha çox matrislərin hasili falan bildiyiniz üçün oradan biləcəksiniz ki, yəni sütun sayı ilə sətir sayı eyni olan iki vektoru, daha doğrusu matrisi bir-birini hasilləyəndə, yəni kvadrat matris əmələ gəlirdi burada. Burada 10 sətir 2 sütundur. Burada 2 sətir 10 sütunsa, deməli bizdə 2 sətir 2 sütunlu belə bir nə əmələ gələcək bizdə? Vektor matris əmələ gələcək. Bunu bərabər edirik. Hasilləmə mmult kimi gedir. Mmult yəni multiple, belə deyək də, matris multiplication deyək də. Onun qaydası bu formadadır. Yəni matrislərin hasili demək. Biz burada nə edirik? Deməli x transpozu götürürük buradan bura qədər. Vergül. Və bir də buradakı bizim x-in öz matrisini götürürük. Bu hissəni götürürük. Yəni də eyni qaydada Ctrl Shift Enter vuranda, çünki arrayların hasili vuranda çəndə Enter'ə basmaq düzgündür. Ctrl Shift Enter vurmaq lazımdır. Bunu tapırıq. İndi bu hissənin daxilini bir də nəyin tapmalıyıq biz? Deməli, tərs matrisini tapmalıyıq. Tərs matrisini tapmaq üçün yenə də tərs matrisi dəyişmir. Yəni kvadratik olacaq o da. Necə ölçüsü necədirsə, yəni matrisin, onun tərs matrisinin ölçüsü olacaq. Bərabərdir minverse, yəni matris inverse götürürük və bu hissəni götürürük, yəni əlavə edirik, mötərizəni bağlayırıq, Ctrl Shift Enter vurandan sonra tərs matrisi tapırıq. Tərs matrisi tapandan sonra isə artıq bizim transpoz və x-in, y-in hasillənməsi bu hissəsini tapmalıyıq. Deməli, x-in transpozu artıq bizdə var. Bir də bizim y-imiz var, bu hissədən y-imiz var. Nə etməliyik? X-in transpozunu y-ə vurmalıyıq. X-in transpozunu y-ə vurmaq üçün bu, yenə də baxaq, biz 10 sütun 2 sətirdirsə, burada 1 sütun 10 sətirsə, onda 1 sütun 2 sətir olacaq. Burada belə bir vektor əmələ gələcək. Gəlin onu da biz hesablamağa çalışaq. Bərabərdir mmult. Deməli, bu hissəni götürürük biz. Hasilləyirik bu vektorun nəyinə? Özünə. Və Ctrl Shift Enter. Tərs oldu. Deməli, bərabərdir mmult. Deməli, sətiri sütuna vururuq. Tamam. Sətiri sütuna vururuq, sətini sütuna vururuq. Belə bir şey əmələ gəlir də bizdə. Mmult.
Bunu vururuq. Bunu. Bəzən tamam, bu bir dəqiqə. Deməli, sətir vurulusuna yazdır burada. Sətir vurulusuna yazdır burada. Əslində qalanda yəni hasilləmə düzgün getməlidir. Amma burada niyə bu mult? Tak. Ctrl Shift Enter. OK, alındı. Bizə qalıb bizdə tərs matrisi var. Bu hissə yoxdurmu? Bu hissəni bu hissəyə vurmaq. Bu hissə bəllidir, budur. Bu hissə də bəllidir, budur. Bunu hasilləmək lazımdır. Onda biz nə əmələ gələcək? Beta 0 koeffisiyenti, yəni və beta 1 koeffisiyenti. Əslində qalanda bunu burada eləyəcəm ki, yəni belə əldə etdiyimiz nəticələrlə uyğunluq necədir? Burada görə bilək onu. Yəni digər uyğunluq necə görsənəcək, onu görə bilək. Götürürəm, bərabərdir m mult. Yəni tərs matris, yəni birinci belə deyək də növbədə o gəlir. Yəni birinci matrislərin hasillənməsində növbəllik prinsipi vacibdir. Çünki A matrisini B matrisini vurmaqla B matrisi A matrisi vurmaq arasında fərq ola bilər. Və bunu bağlayıram. Ctrl Shift Enter vurandan sonra görürsünüz eyni koeffisiyentləri bu usulla da aldıq. Yəni bu usul universal usuldur. Buradakı usulun xüsusiyyəti ondan ibarətdir. Siz nə qədər, neçə dəfə istəsəniz, yəni burada İndi ki, məsələn, x, 1x yox, bir neçə x də olsa, yəni də bu keçərlidir. Yəni 10x, 100x olsa, yəni də keçərlidir. Yəni bu nəticədə beta koeffisiyentlər nə qədər olacaqsa, o qədər də bizdə alına bilər. Bugünkü, yəni bura qədər olan təlimi burada bitirirəm. Növbəti təlimdə biz deməli ən kiçik kvadrat usulu ilə deməli xətti reqressiya modelinin koeffisiyentlərin tapılması usulunu bir EVUS-da, bir də Excel-də EVUS-da, bir də deməli Python-da etməyə çalışacağıq. Hər birinizə təşəkkür edirəm videonu izlədiyiniz üçün. Növbəti görüşdə, dərsdə görüşərik. Sağ olun.